Zazalar, bakın zazalar yazırlar dimli ve dımlılar. Dım ve dim. O da kısa yazırlar. Tarih 200 il yazır. İndi mən Kürt tarixini oxudum, dəhşətə gəldim. Dəhşətə gəldim. Bura hazırlaşmaq üçün Kürt tarixini oxudum. İnan ki, dəhşətə gəldim. Vallahi ermənidən 5 qatar yazıblar, ayıb dibinə yazmaq. Yazırlar ki, o tarixdə. Onlar belə zazaları özlərini hesab edirlər. Bu heç. Yazırlar ki, hatta Hamxanişi dövləti bir o qalıb, Zərdüştdən qabaq paradata olub, paradatalar, yəni 4500 il qabaq. Yazır bunlar Kürdlərdir. Əksi Zərdüşt yazır ki, paradada yəni ata yolu ilə gedənlər, öncül gedənlər, bunun izahı var da. Farsana piştadərdir. Sonra yazırlar ki, sonra qısa deyib, sonra yazırlar, baxmayım Kürd dairə, yazır ki, Sahsanalar Kürddülər. Estağfurullah. Sonra yazır ki, Kir Kürddür. Sonra yazır Dara Kürddür. Onda da mən də deyərəm Dara Talışdır. Onda da deyərəm Cingizxan Talışdır. Böyle şey olar. Mən bilirəm Kürdlər onlara qonşudurlar. Əfsuslar olsun ki, bu çox dəhşət, inan ki, dərinə getmək istəmirəm. Dəstə gəldik. Zazalar qardaşlarımızdır. Türkiyə dövləti bunu dəstəkləyir. Çox əfsuslar olsun ki, bu günlər Türkiyə dövləti Kürd tarixini dəstəkləyir. Bu artıq siyasətə çevrilib, amma heç olmamaqdansa ən azı zazaların gec də olsa dirəniş göstərməyi, bu günlər Talışların Zaza ilə birləşməsi, bu tarixi araşdırmaların etməsi də çox gözəl bir şeydir. Ən azı biz faktlar qoyuruq önümüzə. Yəqin ki, həm Zazalardan, həm Talışlardan aidiyyəti insanlar bu mövzuları alıb daha öz belə deyək ki, tərəfində bu mövzu üstə savaşacaqlar, yəni buna dirəniş göstərəcəklər. Çünki doğrudan da Türkiyədə bu günləri Zazalarla bağlı o qədər bir saxtakarlıq var. Artıq belə onu idarə etmək artıq itib, yəni idarə etmək mexanizması itib onun.